Vurdum bıçağını. Boynuna. Bəli. Evə daxil olub 75 yaşlı qadını çoxsaylı bıçaq zərbələri ilə öldürdü və 450 manat pulunu ələ keçirdi. Yapışdım boğazından belə. Bu həmin vaxtı yerdədir. Bəli, o vəziyyətli yerdəydi, belə vurdum. Qoy ora bıçağı. Bu bıçaq. Bəli. Birini vurdum, çəkdim bura. Qalanlarını burada vurdunuz. Bəli, istədim kesin başını belə. Attım bıçağı belə. Kesilmədi. Gördüm yoxdur, o da. Sumkanı açdım, 450 manat pul var içində bu sumkanın. Quldurluqla əlaqədar qəsdən adam öldürməkdə təqsirli bilinən Süleyman Cəbiyevin cinayət işi. Sonradan qapı bağlanmaq, arvad ölməzlikdə durub qapı bağlayır. Mən bağlamamışam. Özünə etiraf edirsən, müstəntiqə də etiraf edəmdir ki, mən onu öldürmüşəm. Bəli. Sən onu öldürmüşsən, özdə neçə dəfə bıçaqlamışsın yaşlı adamı. Öz ana atamı fikirləşirsən, amma kimisə fikirləşmirsən. Ceyhun Həmidovun təqdimatında Kriminalda bazar günü gecə yarısında.